Supermarketlərdə, rəflərdə bəzən biz bunları görürük və tez-tez bunlarla badam südü, kokos südü, soya südü, banan südü və müxtəlif bitkilərdən danışaq da. Yəni bunların südünün tərkib olunmağı. Təbii ki, qiymət də bəzən 10 manat, 12 manat, 15 manata qədər dəyişir. Bu məhsullar sağlam həyat tərzi, təbii qida, təbii süd adı ilə təqdimat olunur müştərilərə. Amma gəlin bir dənə baxaq görək bu həqiqətən də o südü əvəz eləyə bilirmi? Mən qətiyyətlə burada deyirəm ki, bu təbii inək südünü əvəz eləmir. Burada o qiymət məsələsinə gəldikdə, təbii ki, bunların hər biri ixal məhsuldur və ixal məhsullarda bildiyimiz kimi ixal dəyərləri var. Burada brendlərin ləşmə siyasəti var, həmçinin istehsalçının maraqları var. Bunlar da bunun üzərinə gəldikdə o qiymət təklif olunur müştəriyə və müştəri burada, yəni istehlakçı məlumat azlığı yaşayır. İnək südünün təbii zülalı, kalsiumu, B qrup vitaminləri, həmçinin sümüyün inkişafı üçün lazım olan komponentlər yetəri qədər var. Amma gəlin bunun tərkibinə baxaq görək varmı? Yəni bunu əvəz eləyə bilmir. Çünki bunların tərkibində zülal ya azdır, ya da tamamilə yoxdur. Kalsium təbiidir, sonradan əlavə olunmuş məsələlərdir. B qrup vitaminləri həmçinin o cür bu südlər, süni yoldan alınmış bu südlər inək südünü əvəz eləyə bilmir. Və uşaqlar mövzusunda burada ciddi təhlükələr ola bilər. Çünki bildiyimiz kimi hər zaman uşaqlara lazım olan zülaldır, kalsiumdur, çatışmamazlığı və boy artımına lazım olan komponentlər inək südündə var. Bu südlərdə yoxdur. Həmçinin yaşlı insanlarda müxtəlif xəstəliklərlə bağlı risk bilirik ki, bunların tərkibində o dediyim kimi müxtəlif qarışıqlar ola bilir. Bu da yaşlı insanlarda sağlamlıq problemi ilə qarşılaşa bilir. Qiymətin baha olması heç də faydalı və ya keyfiyyətli olmaq demək deyil. Bunlar məsələsində müəyyən artıq müasir dövrümüzdə trendə çevrilir, amma trend sağlamlıq deyil ki. Trend sadəcə olaraq kimlərinsə maraqlarına yönəlmiş bir məsələlərdir.